bir insanın böyle görürsən ki, vəzir olur, vəkil olur. Vəzir yükü çəkəndir. Viziri çəkən. Vizir yükdür, axırı. Vəzir onu çəkəndir. Vəkil odur ki, işi ona həvalə edirsən. Və ya hacı gözəl qeyd elədi, nə qədər ki tərif verdi, hamısı bir dənə qapıya çıxır ki, işi Allaha təhvil ver. İşi onun öhdəsinə burax. İşi gör ha, nəticəsini onun öhdəsinə burax. Hətta səbəbi də ondan bil. İşi Allaha təhvil vermək deyil, təvəkkül. Bunun tərifini elə Peyğəmbərimiz də verib. Amma təvəkkül adı ilə deməyib. Necə deyir? Deyir, əvvəlül elm, mərifətül cəbbar. Elmin əvvəli cəbbarı tanımaqdır. Cəbbar bəndəyə cəbbardırsan, zülm eləyəndir. Allaha cəbbar deyəndə cübran eləyən, hər şeyi yeri beyir eləyən. Axırül elm, təfvizləməklə. İşi Allahın öhdəsinə buraxmaq. Onun öhdəsinə. Ki, o yer beyir eləyən o da, cübran eləyən o da, yer beyir eləyən o da.